Hər kəsi salamlayıram. Çıxışımın başlanğıcında bu şəraiti bizə yaratıldığına görə Abşeron rayon İcra Hakimiyyətinin rəhbərinə, o cümlədən Gülnaz sizə dərin minnətdarlığımızı bildiririk və inanıram ki, işbirliyimiz davamlı olacaq. Həqiqətən təşkilatçılığın bu formada, yüksək formada olması bizi çox sevindirdi. Və tələblərə uyğun olaraq mən təşkilatın adını qeyd edeyim. Davamlı Elmi Sosial İctimai Birliyi tərəfindən uğura doğru addımla biznes fəaliyyəti təlimləri qeyri-hökumət təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Qeyd edim ki, bizim təşkilat 2006-cı ildən fəaliyyət göstərir. Sayca bu artıq bir neçənci layihədir ki, biz uğurla həyata keçiririk. Öncəki niyə sırf layihəni daha çox biznesini qurmaq istəyən xanımları xitab etdik. Öncəki layihəmizdə də gender mövzularına toxunmuşdu və onun bir davamı olaraq düşündük ki, xanımları əhatə etsə. Bilsən nə deyir hesabat dövründə? Siz kimsə hansısa xanım kofe içir, deyir onun içdiyi mərhələni də çəkməlisiniz. O yoxdur. Hörmətli Səbəb xanım, hörmətli tədbir iştirakçıları, bugünkü təbəqə hər birinizə Abşeron İcra Hakimiyyəti başçısı Cənab Azim Fəzəliyev adına salamlayıram və bugünkü tədbirin təşkilatçılarına, qeyri-hökumət təşkilatımıza, davamlı elmi sosial inkişaf ictimai birliyindən təşəkkür bildirirəm ki, növbəti tədbirin icralarından saldı. Çünki mövzu biznesin idarə olunması, eyni zamanda qadınlarımızın biznesi cəlb olunması mövzusunun siyasətə daşıyıb. Buna görə də təşəkkür bildirirəm. Təbii ki, qısa olaraq qeyd eləmək istəyirəm ki, Abşeron rayonunda, digər rayonlarda bir kimi gender məsul şəxslər fəaliyyət göstərir. Gender məsul şəxs olaraq Abşeron rayonunda təmsilçilərlə və həm qadınlarımızın biznesdə iştirakının təmin edilməsinə dair, şəraitin yaradılmasına dair, yəni bizə olan müraciətlərə hər zaman təklifləri qəbul edirik. Onların işinin, fəaliyyətinin düzgün formada qurulmasına, dəstəklənməsinə həmişə dəstəyimizi göstərdik. Eyni zamanda da qeyd edeyim ki, elə bu yaxınlarda Abşeronda vətəndaş cəmiyyəti tərəfindən çox gözəl bir forum keçirmişdik, iqtisadi forum keçirmişdik ki, orada çox gözəl natiklər qurulmuşdular ki, yəni həmin bu sessiyalar çərçivəsində Abşeron rayonunda fəaliyyət göstərən sahibkar qadınlar və ümumiyyətlə sahibkarlar, yəni bu tədbirdən bəhrələnir, çox gözəl bir dialoq və interaktiv müzakirə həyata keçirilmişdir. Bugün bizə təbii ki, buna gələn rayonumuzda bu fəaliyyətin genişlənməsinə dəstək olan vətəndaş cəmiyyətini salamlayırıq və təbii ki, sizə bugün burada bizə iştirakçılar qismində iştirak edən şəxslərə təşəkkürümüzü bildiririk və şərait yaradırıq ki, Reyhanə xanım öz təşkilatı haqqında və layihənin məqsədlərinə rağmen və eyni zamanda davamlı fəaliyyətinə dair öz məlumatını sizə çatdırsın. Təbii ki, bundan sonra da ümumiyyətlə bizim görüşümüz sizdən çox belə səmimi formada təşkil olunur və hər birinizin həm tədbir haqqında və eyni zamanda əgər tədbir prosesində, yəni tədbirimizin gedişatı vaxtında əgər sualımız yaransa, Reyhanə xanım və burada iştirak edən həm təlimçimiz və eyni zamanda Səbirə xanım, Abşeron rayonunda sahibkar kimi və eyni zamanda öz işini quran, uğurlu işini quran bir xanım kimi təbii ki, öz təcrübəsi ilə sizinlə bölüşəcək və siz suallarınızı cavablandıracaq. Qeyd eləmək istəyirəm ki, burada iştirak bugün bizdə bu tədbirdə həm könüllərimizdə iştirak edir gənclər, könüllərimiz iştirak edir. Sonra bizim rayonumuzda peşə məktəbi fəaliyyət göstərir ki, Ceyranlardan peşə məktəbi, həmin məktəbin həm müəllim heyəti, həm tələbə heyətində bir qrupu iştirak edir. Yay vaxtı olduğu üçün Reyhanə xanım təbii ki, hamı məzuniyyətlərdə, amma çalışdıq ki, sizin auditoriyamızı təmin edirik ki, sizdə eyni zamanda mədəniyyət sektorundan bizdə bir qrup şəxslər işləyir ki, onlar da dərnəklərin qurulmasında, təşkilində və onlara müraciətlərdə çalışırlar ki, yəni bax bu, belə deyək, kiçik biznes olsa belə, onun idarəçiliyində dəstək olsunlar. Bunu Mesela bu yıllarda sahipkar kızlar
uğuru verirsə, artıq o uğura sən hazır olmalısan. Bu hazır olmaq nə deməkdir? Zəhmətkeş olmaqdır, düzlük olmaqdır. Bir də ki, biznes plan qurmaq. Mən nə edəcəm? Mən burada nə əldə edəcəm? Mən ali təhsilli müəllimi olmuşam. Uşaq bağçasında illərdir siyasət NGÇ-də, Etiqad Çıxartma İdarəsində 2 saylı bağçasında işləmişəm. İşlədiyim müddətdə uşaqları sevmişəm, sənətini sevmişəm. Hər bir sənətdə öz sənəti sevsən, orada uğur qazana bilərsən. Mən icra hakimiyyətinin tədbirlərini dərviş verirdilər. Mən onu 3 mövzuda gedirdim. Bir, həm özüm o tədbir haqqında, öz çıxışından, nümunəvi insan tərbiyəsinə uyğun olaraq bir çıxışından və uşaqların orada mənim uşaq başına tərbiyə etdiyim uşaqlar vətənpərvərlik ruhunda, mənim fəaliyyətim 90-cı illərdə olub, sırf müharibənin o ağır keçən vaxtlarında uşaqları vətənpərvər ruhunda tərbiyə elədik. Bugünkü 44 günlük müharibədə həmən uşaqları idi, getdi həqiqətən alnı açıq, üzü ağ çıxış elədilər, iştirak elədilər, vətənimizi bir daha bizim olan vətəni bizə qaytardılar. Allah şəhidlərimizə rəhmət eləsin, qazi ailələrinə səbir, sağlamlıq arzulayıram, dövlətimizə, dünyamıza əminanlıq arzulayıram. Mən hər işdə sənətimi sevdim, hörmət elədim, ən birinci özümə hörmət elədim və insanlara həmişə qayğı göstərdim. Dəfələrlə məni məsələn sahibkar olaraq institutlarda, belə icra hakimiyyətində, mən illərdir Abşeron icra hakimiyyətində çalışıram. Bölgələrdən bölgələrə olan tədbirlər həmişə Abşeron rayonunu mən öz sənətimlə, qurama sənətimlə təmsil etmişəm. Bu sənət düzdür, mən müəllimlikdən keçdim belə. Bizi deyəcək, mahir bir talancı olsa da insan, yaxşı bir yardımcı qabaqlayacaq. Bizim məsələn bağçada, mən bundan öncə tədbirdən iştirak elədim. Uşaqların təlim, o psixologiyasının inkişaf etməyində müəllimlərin həqiqətən rolu çox böyükdür. Uşaqlar artıq orada biz hazırlayırıq, onlarla türkü həcc edir. Orada da müxtəlif alıcı bir işlərini biz istəyirdik. Məsələn, çoban, məsələn, ana toyub 9 dənə balaq. Burada həm sayı, həm rəngləri, həm də ki, zövq aşılayır uşaqlara ki, sən orada biber toxumu, badımcan toxumu, bu əldə olunmayan bir şeylərlə biz tablolar hazırlayırdıq və mən məşqələrindən buna istifadə edirdik. Uşaqlar üçün həm maraqlı olurdu bu, həm də ki, uşaqlar bu sevərək qəbul edirlər. Onlar məcburan eləmirdik biz bunları. Sevə-sevə bu işləri icra edirdik. Və bu mənə artıq elə bir vəziyyətə gətirdi gəldi ki, 2006-cı ildə gördüm ki, mən daha genişlənmişəm və həmin uşaqlar üçün paltar tikirəm, həmin papaq tikirəm, araqçın tikirəm, onlarla bunları çatdıra bilmirəm. Mən bir sahibkarlığa artıq yol açdım, göğünü açdırdım. O vaxtdan açdırdığım göğün heç vaxt bağlanmayıb, daima aktivdir, dövlətimə sığorta ödəyirəm, vergi verirəm və həm də ki, uşaqları da, gəncliyi də milli niyyət doğru. Uşaqları mən işləyirdim Bakı şəhərində, sonra köşkəsi oldu. Yasamalda uşaq başladı işləyirdim. Uşaqlar millilikdən qaçırdı, hamısı da Rus dilli, belə müasir uşaqlar. O müasirliyi elə bir formaya gətirdim mən milliliyi ki, uşaqlar tədbirləri gözləyirlər ki, bizim tədbirimiz nə vaxt olacaq? Biz milli rəqs eləyək, milli oyunlar quraq və gəlmişik. Mən heç bilmirdim, anası deyib, bu uşaq get. Uşaq otururdu orada. Mən müdür uşaqlarla elə olub uzanırdım yerə. Elə olurdu olar ki, məsələn, o formada mən şəkli çəkirdim. Patlozu qurub dəvələri çəkirdik, şorluqlarını hazırlayırdım. Bir patloz düzəldirdik. O patlozun içinə həmişə təmbiranı, həm paxlavanı biz rəsm formada eləyirdik bunu. Uşaqlar üçün severək oldu. Uşaq artıq anası gələndə deyib, mən elə getmək istəmirəm. Bütün sənət də elədi. Artıq mən məsələn, bu sənətə gələndə hamı bu sənəti sevdi. Sənətdən qaçmadı. Məni biri, məsələn, hansı bir tədbirə çağırırsa, mən ona ərinmirəm. Bir də baş üstəyim. O adam bilmir mənim işim çox. Ancaq mən ona sevirək yəni. Bax, orada da lazım olan bir şeyi həm verirəm, həm alıram. Mən, məsələn, qadınlara, məsələn, xanım deyir ki, mən rayondan gəlmişəm, biz maliyyət verir tutarmışam və biznesini yormaq istəyirəm. Amma bizi necəlir? Həyatda çətin şey yoxdur. Çətin şey odur ki,
vaxtını ona səmərələndirməsən, beynini ora yönəldəsən, bu o işi severək. Məsələn, mənim deyim, bir boğça bu qədər işim olur. Bir də mənim Allah şeydir ki, ürəyim sıxılır ondan ki, mən onunla baxdıracam. Elə ki, onu deyirəm ki, tutaracam. Tutarmasam da deyirəm tutaracam. Bu mənə bir ideya verir ki, mən bunu bacaracam. Bu özünə inan, səni doğrudan da üfüqlərdən üfüqlər aparır. Şükürlər olsun. Kobiyyla işləyirəm. Abşeron rayonuna hətta başda olaraq illərdir mən Samir xanım da bilir ki, mədəniyyət cümləsində biz layihələr yola vermişik. Burada tələbələrlə işləmişəm, dost mərkəzlərlə işləyirəm. Uşaqlar gəlir mənim ünvanxanama. Burama sənətli haqqında öz logomu yaratmışam, öz brendimi yaratmışam. Eski adı artıq dünyanın hər yerində mənim brendim görən kimi onu bizə Abadın bütün rayonlarda mərkəzləri var. Mağazin satışlar var, hava yollarında var, şeydə var, sonra bütün məkanlarda var. Mən öz loqam atım. Axı bizim necə? Biznesə. Gerək layihət yanaşmayasan, həsrət eləməyəsən. Sən elə ki, sən məsələn biznes plan verir ta. Biz bilək, mən hər şeydə nə satıramsa, ona baxıram ki, nə satılır. Abaddan da mən gedib satış qıraqı kimi götürürəm. Ki, məsələn, mənim nəyim daha çox satılır. Orada nə çox satılırsa, mən işimi ona yönəldirəm. Oradan istehsal edirəm. Çünki görəlim nə vacibdir, nə lazımdır. Və bir də ki, insanlara qarşı gərək mehriban olasan. Bu şey var, lafiyyət qalmıyorsan. Allah deyilən böyük bir məxluq var bizim başımızda üstünə. O bizim qəlbimizdədir. Biz o qəlbimizdə olan mərhəməti heç vaxt itirməyək. Mən məsələn bir şəhətdə bundan Dubaya getmişdim. İnansız çox ağır xəstələnmişdim bir aylıqda. Ona baxmayaraq mən yenə getdim ora. O bir qazi ailələrlə görüşdüm, şəhid ailələrlə görüşdüm. İnansız, onlar qapıdan girəndə mən onlara belə baxırdım. Mən həm də sənətin psixologum da. Gördüm, çox ülkət bilirlər. Çox istərdim ki, əgər danışmaq istəyirsinizsə, siz də Gülşən xanım təcrübənizi görüşlərdiniz, Reyhanə hamısını tanıyardım. Əvvəlcə bu təcrübələri bildiğim için səbəbim bu güzel hər birinizi sağlamayla. Doğruşun müharibəni şəhid edir. Hüzurlu uğrunda gedən görüşlərdə şəhid olmuşdur. Bildiyiniz kimi çox ağır dönəmlərdən keçmişdir. Çünki övladımız 5 aylıq idi. Mənsə o vaxt 23 yaşım var idi. Artıq 27 yaşım var. Yəni bu yaşımda bir öz ayaqlarının üzərində durmağa çalışıram. Yəni bir sözlə işlərimdən etməməyə çalışıram. Gülmən xanım vurğuladığı kimi mən birinci prezidentimiz tərəfindən yaradılmış dost inkluziv yaradıcılıq mərkəzinin benefisiarıyam. Həm floristika və onun tətbiqi, incəsənət tətbiqi üzrə bitirmişəm. Hal-hazırda isə milli naxış və xalçaçılıq üzrə də oxuyuram. Oradakı direktorumuz sayəsində də bir bacarığımız var, bu yöndə də iştirak edin. İldə bir dəfə Nəqliyyat Nazirliyi və Bakı Telekomun keçirdiyi necə deyim, əl işləri və olan tədbirlərdə özlərindən dəvət alıram və əl işlərimə qarşı çox böyük maraq göstərirlər. Özüm də 2 dəfə Laçın rayonunda məktəbdə keçirilən əl işləri uşaqlarla birlikdə və xanımlarla birlikdə dəstək olmuşam. Öz əl işlərindən, bacarıqlarından onlara da aşılamışam. Çoxlu dostlar qazanmışam Laçından. İndiyənə qədər də hər bir məni yenidən Laçına dəvət edir. Və belə deyim, bir də ki, yeni il ərəfəsində pasajda və qalarda çadırlar qurulur. Hətta orada da iştirak edirəm, öz əl sənətlərini satmağa çalışıram. Və hətta gördüm ki, axın çoxdur turistlər tərəfindən, hətta 2 ayda ingilis və rus kurslarına başlamışam ki, gələn turistlərlə qarşı onların dilində də danışmağa başlayım. Yalnız necə deyim, biznesimi öz bildiyim ideya uğrunda da aparıram. Orxan Mahmudov tərəfindən də ondan da köməkliyi almışam ki, bəs öz biznesimi necə irəliyə bilərəm. Və o da çox sağ olsun, öz bacarıqlarını məndən bölüşüb. Amma hal-hazırda 27 yaşım olmağına baxmayaraq, belə deyim,
düzdür, dövlət tərəfindən hələ növbədəliyik ev barəsində. Amma istədim ki, öz gücümlə və yoldaşımdan ayrılan müavinət vasitəsilə övladıma ev hədiyyə alım. Öz bacarıqlarımla ipoteka ev götürmüşəm və onun məbləğini bitirincəyə qədər də çalışıram ki, belə evdən onlayn satışlar edeyim. Sağ olsun, yoldaşım adına 3 sinif var. O 3 sinifin valideyim. Mən də istəyirəm sizə dəstək edim satışınızı. 10 ildə yaxın biznes təcrübəm var. Həm satış yerlərinin artırılmasında kömək ola bilər. Siz dediniz, mövsümü daha çox. Bizdə də olur ki, müəyyən layihələrdə iştirak edilir. Bəlkə müştərək bir layihə edə bilərik. Sizin satışın artımına dəstək ola bilərik. İlk tədbirdən sonra məsuliyyətləri getirir. Vaxt məhdudiyəti. Bugün de siz meselelerden ibaret. Hemen önce Gülnaz Hanım, Reyhan Hanım ve Sedat Hanım her gün günün bugünü konuştuğu ve dediği her bir meselede her bir yönünü aks ettirir. Ben burada bir mesele bildirmek istedim ki, Sedat Hanım'ın bugünde bildiği kimi həqiqətən də vücudlu olan saatlər kimi vücudlu kimi simbolik olarak bizim yanımızda duyan çok olsun bugünkü məsələdə bugünkü tədbirdə iştirak edibdir. Və bunu günə belə də Reyhan xanım dediyi bəzən məsələlər var olduğunu bir şey bildirmək istedim ki, Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə bağlı olan məsələlərdən ilk öncələr bizi vergi məsələsi tədbir olaraq çox asanlaşır. Məsələn, biz digər qonşu ölkələrə nəzər salsaq və ya digər Avropa ölkələrinə nəzər salsaq, biz sahibkarın kimi qeyrətdən keçdiyimiz zaman həmin sahibkarın burada bizdən diplom tələb edilir. Və yaxud da digər investisiya tələb edilir və digər qanuni sürekli kimi tələb edilir. Sadəcə Azərbaycanda olaraq bu bir şəxs kimi qeyrətdən keçdiyimiz zaman sadəcə olaraq bu zaman o həbsala və asan imzalamalı bunun üçün sizə kifayət edir. Bugün ilk növbədə olaraq Alman da cənabına sevgilə məsələn ki, sahibkar kimsinin olmaq üçün ilk növbədə olaraq sizin burada verəmə xanımızın kimi istədiyiniz planınız olmalıdır. Və ilk öncə olaraq öz planınız uyğununda hər hansı bir maliyyə vasitəsində, yəni maliyyə pul əldə etməyi, birinci yapaq satmalısınız. Çünki ən birinci özünə qoyduğunuz investisiya yatırım heç vaxt bitmir. Ümumi məbləğ 45 bin manatda keçmədiklərdə də 75% güzəştə və 3 işçi azad olunmaqdan yəni bundan yararlanı bilirsiniz. Və bundan sonra ədəbi dərəcələr var. Ədəbi dərəcələrin bəzən çoxumuz marketdən aldığımız zaman orada ədəbi məbləğini görürük, onun ədəbi geri aldığı layihəsindən istifadə edirik. Burada nədən ibarət? Əsas bütün məhsulların hamısının ədəbi əslində dövlətin qarşısında yaranan bir öhdəlikdir. Yəni ədəbi bizim bəzi məsələlərimizdə, yəni bizim şəxsən bəzi sahibkarlar olaraq insanlar, yəni sahibkarlar belə bir fikirləşir ki, ədəbi bizim deyil, ədəbi dövlətindir. Hal-hazırda da burada bəzi qeyri-sahibkarlıqla bağlı və qanunsuzlara qarşı olaraq vergi məzəlləsində ədəbi geri aldı layihəsindən bağlı olaraq bütün sahibkarlıq subyektində maddi postlar, post-terminallar və kassalar qarşılanmağının məcburi olaraq verədilər. Və bundan sonra son dəyişiklik qanuna əsasən kart sistemi var idi ki, bəzi sahibkarlar dövlət vergisindən yayınmağa çalışıldı və bununla bağlı vergi məzəlləsində dəyişikliklər oldu və cərimələr artırıldı və bundan sonra biz hal-hazırda görürük ki, vergi məcəlləsi hər 3 aydan bir İqtisadiyyat Nazirliyi Mikayıl Cabbarov tərəfindən prezidentə, xalqa və cənab prezidentə hesabat şəkli təqdim olunur. Bütün bundan sonra mən sizə deyə bilərəm ki, əmək haqqı aldığımız zaman mən sizə bir şey bildirmək istəyirəm ki, əmək haqqı aldığımız, təqaüd alırsınız, hər hansı bir maddi yardım alırsınız, ümumiyyətlə gəlir şəklində əldə etdiyimiz bütün məbləğlərin hər biri 14% gəlir ədəbi vergisindən cavab olunur. Yəni burada hər kəsi salamlayıram. Çıxışımın başlanğıcında bu şəraiti bizə yaratıldığına görə Abşeron rayon icra hakimiyyətinin rəhbərinə, o cümlədən Gülnaz sizə dərinliyi sayılığınızı bildiririk və inanıram ki, işbirliyimiz davamlı olacaq. Həqiqətən təşkilatçılığın bu formada, yüksək formada olması bizi çox sevindirdi. Və tələblərə uyğun olaraq mən təşkilatın adını qeyd edeyim. Davamlı Elmi Sosial İctimai Birliyi tərəfindən uğura doğru addımla biznes fəaliyyəti təlimləri qeyri-hökumət təşkilatlarına Dövlət Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Qeyd edim ki, bizim təşkilat 2006-cı ildən fəaliyyət göstərir. Sayca bu artıq bir neçənci layihədir ki, biz uğurla həyata keçiririk. Öncəki niyə sırf layihəni daha çox biznesini qurmaq istəyən xanımları xitab etdik. Öncəki layihəmizdə də gender mövzularına toxunmuşduq və onun bir davamı olaraq düşündük ki, xanımları əhatə etsə, bu daha Instagram səhifəm var. Sonra da iki Instagram səhifəm var. Həm də mən imamlar daima sizlər gençlik bayağı mənim sözümün canı vardı. Və yoldaşım deyir ki, artıq biz o başa gedir. Deyir ki, sən mən yumuşaq bilirəm ki, mən bugün böyüdürəm. Mən məsələn, yeni başlamış saytlarında insanlara deyərək, onu siyahılaşdırsınlar. Ki, məsələn, günahdan nə baxdan istifadə edənlər, əgər belədirsən, mən sandı bilərəm. Mən hansını siyahlaşdırıram ki, mənə nə elədim, və mən yanaşma deyirəm ki, mənim üçün siz, bu hələ buralar balacadır. Mənim üçün biraz böyük bir şeydir. Məsələn, mənim elə bir ki, belə şəri, məsələn, yüzgülü, işlərdə daha çox, məsələn, qabardacaq bir məkanım olsa, məsələn, mən daha çox inkişaf eləmiş olum. Biraz mən doğrudan qorxuram. Azərbaycan brendində Bəli, mən öz brendim var. Bunlar hamısı, məsələn, mən sizə də göstərim. Məsələn, siz bugün mən bir dənə şey satdımsa, gətirib 300 manat evimə. Əgər onu eləyə bildinsə, həqiqətən sən ilərləyə bilirsən və eləyə bilmədinsə, həqiqətən də kənarlaşdırılmış olursan. Mən bu gün yenə də sizə çox danışma olar, saatlarla danışma olar. Təşəkkür edirəm Günah xanım sizə. Belə şəkillər göstərirdim Reyhanə xanıma, siz Allah xanım. Və düz bala, dedi Allah şükür olsun, gəlin. Ben de şey yapayım. Təşəkkür olsun ki, iştirakçılar, amma bu iştirak edən tam sapşıronlardır. Zahir Sərvət xanımdan xasına gəlir. Amma o aşırında qalmamalıdır. Sədr xanım çox gözəl. Yox, mən dair edirəm. Məsələn, dövlət başçılığı Mehman xanımda mənim canıma açıq etmişəm. Özəlliklə prezidentimiz. Bəziləri aydın, bəziləri xeyir. Bugün birinci növbədə olaraq sadələşmiş vergi ilə bağlı sizi hərəsində bir cümlə sizə deyim ki, çox vaxtınızı almayın. Sadələşmiş vergi vergisi əsasən Azərbaycan Respublikasında ictimai idarə subyektlərlə bağlıdır. Yəni ki, bunların hansısı subyektlər daxildir. Məsələn, restoran sistemləri, market sistemləri, bunların hamısı aiddir. Bunda bir məsələ var, sadələşmiş vergi ilə bağlı olan məsələ var. Sizin 200.000 manatdakı olan dövriyyə sözü yalnızca gəlir anlamını vermir. Dövriyyə gəlir və xərcinizi burada sizin nəzərə tutur. Yəni ki, mən burada 200.000 manata kimi gəlir əldə etməmişəmsə, yəni ədəbi zəyətçi ola bilmərəsiniz deyil. Gəlir və xərciniz, işçilər veririz əmək haqqı, icarə haqqı, reklam xidmətləri və digər sahiblərlər var ki, bunlar hamısı 200.000 manat olan dövriyyə daxil olur. Və bundan sonra Azərbaycan Respublikasının vergi məsələsindən bağlı Cənab Prezidentinin vergi qanununa əsasən 200.000 manatdan yuxarı olan ictimai yaşam məsələlərlə bağlı ədəbi ödəyicilərinin 8% sadələşmiş vergi ödəyici subyektinin çevrilməyi ilə bağlı qanun imzaladır. Çünki burada bəzi bir sahibkarlar var ki, məsələn, bəzi belə deyil, sahibkarlar var ki, bu sahibkarlar subyektinin başqa olduğu zaman bəzi malları rəsmi olaraq ala bilmir. Yəni, mən günün bu gündə sizə bir misal çəkim ki, burada mən meyvə tələbət işindən məşğulam, malları bağdan alırım, bağlı olan hər hansı bir kəndli ya da təsərrüfatına biz rəsmi olaraq qayma ala bilmirik. Ona görə də bununla bağlı olaraq sadələşmiş vergi heç bir xərcinizi nəzərə almalı, yalnız dövriyyənizin 2 və 8%-in dövlət büdcəsində ödəməyinizi nəzərdə tutur. Bunu sizə deyə